Seda Sayan dəhşətdir də. 7-8 dəfə ərə gedib, hamısı da rəsmi. Rəsmi nikahla gediblər, ailə qurublar. Ona görə də heç kim Seda Sayana belə bir kəlmə söz deyə bilmir. Deyəndə deyir ki, nikahla ərə getmişəm. Heç kimi məcbur etməmişəm. Nağıllı qadındır, gənc oğlandır. Amma Seda Sayanın dərdindən dəli divanədir, onunla ailə qurub. Çox yaxşı, çox gözəl. Deyir ki, maraqlı açıqlama edib ki, mənim ərim məndən icazəsiz tətilə gedə bilməz. Deyib, onun ağzı nədir ki, mənim xəbərim yoxdur, o tətilə getsin. Yəni, mən icazə verməliyəm, o tətilə getsin. Sedanın sözlərinə görə qarışıq qruplarla keçirilən istirahətlər münasibətlər üçün risk yarada bilər. Müğənni hesab edir ki, belə səfərlərdə müxtəlif problemlərin ortaya çıxmaq ehtimalı daha yüksəkdir. Qrup şəklində tətilə gedənlər olur, o qədər söz-söhbətlər yaranır. Azərbaycanda da var da belə bir günlük, 2 günlük hamı hamının qeybətini eləyir, hamı hamının arxasıca danışır. Hamı hamının nə bilim yerişinə, duruşuna, baxışına, saçına, geyimlə, makyajına belə iradını bildirmirlər, amma kənarda bütün günü söz-söhbət olur. Yəni mən deyirəm, elə tətillərə ona icazə vermirəm ki, insanlarla kütləvi şəkildə bir yerdə dincəlsin, istirahət etsin. Və deyir ki, mən həyat yoldaşıma güvənirəm. Yəni, o məndən icazəsiz heç yerə gedə bilməz. Bəli, o deyir ki, mənim həyat yoldaşım ancaq kişi dostlarla görüşə bilər, onlarla zaman keçirə bilər. Seda Sayan. Nə qədər özünə belə inam, güvənir özünə bu qadın. Bu başqa bir şeydir də. Hər qadın belə özünə güvənmir. Seda Sayan özünə güvənir. Məsəl üçün, ondan çox yaşda kiçik olan həyat yoldaşı Seda Sayandır ki, onun ağzı nədir? Məndən icazəsiz yay tətilinə getsin.